Hər vaxtınız xeyir əziz izləyicilər. Belə qarlı günün olmazsa olmazı nədir? Əlbəttə ki, kəllə paça yeməyi. O zaman keçək kəllə paçamızı hazırlamağa. Mənim əvvəlcədən dondurulmuş kəllə paçam vardı. Yəni qoyunun baş hissəsi, ayaqları. Mən onu buzluqdan çıxartdım və indi onu hazırlayacağam. Kəllə paçanın üzərinə həm buzu açılmağı üçün, həm də qanı axıb getməsi üçün su əlavə edirəm və 30 dəqiqə saxlayıram. Sonra 2-3 dəfə tərtəmiz yuyuram. Göründüyü kimi tərtəmiz oldu və 25 dəqiqə düdüklü təncərədə qaynadıram. Görürsünüz ətlər necə didilir, yəni yaxşı bişib. Və beləcə mən qoyunun yumşaq yerlərin, beynin gözün istifadə eləmirəm heç vaxt, çünki xoşum gəlmir. Çürük ətlərin, üst dərisin, dilinin üstünü yaxşı soyuram, doğrayıram və qazana yığıram. Ətin üzərinə xaşın suyundan səliqəli şəkildə süzürəm və duz əlavə edirəm. Təxmini 20 dəqiqədə bu formada qaynadıram. Artıq yeməyimiz hazırdır. Çox gözəl görsənir. Yanında sirkəli sarımsaq da var. Siz də hazırlayın və bu qış aylarında, soyuq havalarda afiyetlə yeyin. Əgər videom xoşunuza gəldiysə, davamının gəlməsi üçün abunə olun və bəyənilərinizi məndən əsirgəməyin. Sağ olun, sağlıqla qalın.